Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Selamun aleyküm əziz değerli müminler. Hoş gördük sizleri. Allah Teala ibadetlerimizi, itaatlerimizi ali derecede sizlerden kabul eləsin inşallah. Əzizlərim, bugün bizim için güzel bir gün, değerli bir gündür. Bugün İmamət ulduzlarının ikinci ulduzu İmam Həsən-i Muctəba aleyhisselamın viladət günüdür. Başta İmam Zaman Ağa Əcəlallahu Fərəcəhi Şərif olmaqla hamınızın bu gözəl gün münasibəti ilə təbrik edirəm. Allah Teala bizi dünya və axirət, Peyğəmbər və Ali Peyğəmbərdən ayrı salmasın. Bugün Peyğəmbər ailəsində gözəl bir günlərdən biridir ki, çünki Peyğəmbər ailəsinə Peyğəmbərin ilk nəvəsi dünyaya gəlir. Bugün əzəmətli bir gündür ki, Ramazan ayının 15-i Peyğəmbər evinə gözəl bir nur saçan İmamət səmasının ikinci nuru Peyğəmbər evinə nur saçmışdır. İmamın şəxsiyyəti barəsində danışdığa gəlincə, İmamın adı Həsəndir, ləqəbi Muctəbadır, seçilmişdir. Yəni, kərim bir ağadır bu ağa ki, bunun öz bir sifəti də kərimdir İmamın. Kunyəsi Əbu Muhammed, atası Əli əleyhisselam, anası Peyğəmbər qızı xanım Fatimə Zəhra salamullah aleyhadır. Doğum ili haqqında rəvayət budur ki, hicrətin 3-cü ili Ramazan ayının 15-də Peyğəmbər ailəsində İmam Əli əleyhisselamın evində dünyaya göz açmışdır. Qısa bunları izah edeyim ki, imamlıq müddəti 10 ildən ibarət olmuş bir imamdır. Ömrü 48 il çəkmişdir. Şəhadət tarixi hicrətin 50-ci ilində Muaviyyə lənətullah aleyhin təhriki ilə arvadı Covda tərəfindən ağanı zəhərlə şəhid ediblər. Müqəddəs məzarı Mədinə şəhrində, Peyğəmbər şəhrində Bəqi qəbirstanlığında dəfn olunmuşdur. Necə ki, biz gedib onları ziyarət eləyə bilmirik, gedirik, qıraqdan qalıb Əhl-i Beyt əleyhissalama salam veririk. Bizim 4 dənə imamımız, 4 Əhl-i Beytin nişanəsi, İmam Həsən əleyhissalam, İmam Zeynul Abidin, İmam Muhammed Baqir, İmam Cəfər Sadiq əleyhissalamın qəbirləri ki, oradadır. Bəzi qüvvələr tərəfindən biz gedib Əhl-i Beyt əleyhissalamı ziyarət eləyə bilmirik. Allahdan dua eləyək ki, onların da ziyarətin ali şəkildə bizlərə nəsib eləsin inşallah. Əzizlər, bugünkü gün elə bir gündür ki, Peyğəmbər evində əzəmətli bir iş görülüb və dünyaya gözəl bir övlad gəlib. Bu övladın dünyaya gəlməyi ilə Peyğəmbərə xəbər verdilər ki, ya Peyğəmbər, Allah Teala sənə gözəl bir oğul nəvəsi verib ki, və onu bir yaşıl parçaya bükdülər, Peyğəmbərin iyadətinə gətirdilər. Peyğəmbər o körpə balanı, o bələyi aldı qucağına, öpdü və bağrına basandan sonra Cəbrail əmin, Allahın səlamı olsun, nazildi Peyğəmbərə. Ya Peyğəmbər, bu uşağın adını Həsən qoy. Allah istəyir ki, bu uşağın adını sən Həsən qoyasan. Necə ki, adətimiz budur ki, müstəhəb bir qurban kəsilir, əqiqə qurbanına kəsib fəqirlərə payladılar. Bununla Peyğəmbər evində bir nur saçdı ki, səmavi ulduzlardan olan bir nur İmam Həsən-i Muctəba aleyhisselam dünyaya göz açdı. Budur ki, əzizlər, imamın ki, Kərim adlanmağı, imamın Həsən adlanmağı bu mötəbərdir. Burada çox danışa bilmərik, amma bəzilərimiz çox vaxt görərik ki, deyərlər İmam Həsən Kərimdir. Nəyə görə Kərimdir, əzizlər? Bunun üçün İmam Həsən aleyhisselam 2 dəfə bütün mal dövlətini nə eləyib? Allah yolunda ehsan eləyib. 3 dəfə də mal dövlətinin tam yarısını Allah yolunda bağışlanmışdır. Bu, imamın kərim, səxavətliyi, mərdliyi və əzəmətliyindən olan bir işarədir ki, imamın əzəməti elə buradadır. Dövründə İmam Həsən əleyhissalam daha artıq abid və zahid olan bir şəxs idi. Həcc mərasimində bəzi rivayətlərdə yazırlar ki, imam 20 dəfə piyadə Allah evinin ziyarətinə getmişdir. 20 dəfə. Hər gedəndə də piyadə ayaq yalın ki, Məkkə evinin ziyarətinə getmişdir. Bəzi rivayətlərdə yazırlar ki, imam namaz qılanda ya dəstəmaz alanda isə üzünü Allah qarşısında aciz görüb, titrəyərək buyurardı. Allahım, əmanətini əda etməyin vaxtdır, gəlmişəm namaz qılam, ibadət eləyəm.
Məscidə girərdi İmam Həsən Mustafa əleyhissalam, mehrabda durduğu vaxt başını göylərə qaldırıb buyurardı: Allahım, huzurunda duran şəxs sənin qonağındır. Biz namaz qılanda Allahla münacatımızı möhkəmləndirməliyik əzizlər. Çünki Peyğəmbər Əkrəm, əimmə əthar, Allahın salamları olsun onlara ki, onlar namazın mənəviyyatını necə görüblər, biz də onlardan o ibrəti götürməliyik. Allahım, huzurunda duran şəxs sənin qonağındır. Sənin günahkar bəndən sənə doğru gələrək onun pis işlərini bağışlamağını ümid edir. Çünki sən Rəhman və Rəhimsən. Əzizlər, bildiyimiz kimi imamın fəziləti, imamın səbri barəsində çoxlu rivayətlər və o ağanın fəziləti barəsində çoxlu hədislərimiz var. Ki, məşhur bir rivayət bundan ibarətdir ki, İmam Həsən əleyhissalam bir gün küçələrin birində gedəndə Muaviyyənin adamlarından biri imama başladı təhqiramiz sözlər deməyə, imamı alçatmağa, söyüşlər söyməyə. İmamı o qədər əziyyət elədi ki, imam bunu sözləri qutarandan sonra imam ona buyurdu: filanı, sən bəlkə bu şəhərdə qonaqsan, bəlkə bu şəhərdə evin yoxdur, bəlkə yeməyin yoxdur, bəlkə miniyin yoxdur, bəlkə paltarsızsan, sənə hansı vəzlə mən kömək eləyə bilərəm? İmam hər tərəfdən bunu əxlaqa dəvət elədi, mərifətə dəvət elədi. Bu insan özü peşman olaraq imamdan gəldi, imamın qabağında dayandı ki, ey Həsən Mustafa aleyhissalam, mən səhv yolda olmuşam, mənə bu insanlar səni səhv tanıtdırıblar, amma halbuki xəlifəlik, rəhbərlik sizin evinizdə olmalıdır, amma o səhv yerdə cəm olmuşdur. Bu ki, mən bu elədiyim işdən peşmanam, Allahdan bağışlanmaq deyirəm ki, Allah məni bağışlasın və sənin vilayətivə və sizin imamətinizə iman gətirərək və ölənə qədər sizin yanınızda olmağı özümə tövsiyə edirəm və heç vaxtda bundan ayrılmaram. Həqiqətən yazırlar ki, ölənə qədər İmam Həsən Mustafa aleyhissalamın yanından bu şəxs ayrılmadı. İmam burada öz əxlaqi keyfiyyətlərini ortaya qoydu və bizə də göstəriş verdi ki, insanlarla davranış qaydalarına necə biz riayət eləməliyik. Allahdan dua elə ki, bu mövludu sizlərə və bizlərə mübarək qərar versin və bizi Əhl-i əleyhissalamın qapısında ayrı salmasın. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.